Abu Hureyre radiyallahu anhudan an Resulillahi sallallahu aleyhi ve selleme kal. Peygamber sallallahu aleyhi ve sellem belə buyurmuştur. İnnel abde izâ ahta'a hati'eten nukitet fi kalbihi nuktetun sevda. Bir bəndə, bir insan günah etdiyi zaman onun qəlbinə qara nöqtə düşər. فَإِذَا هُوَ نَزَعَ وَاسْتَغْفَرَ وَتَابَ سُقِلَ قَلْبُهُ. Əgər o ondan uzaqlaşar və istiğfar edər, tövbə edərsə, qəlbi təmizlənər. وَإِنْ عَادَ زِيدَ فِيهَا حَتَّى تَعْلُوَ قَلْبَهُ. Əgər yenə günaha qayıdarsa və o qara nöqtə daha da artar, nəhayət onun qəlbini örtər. Qəlbini bürüyər. Və huvər-ranullezî zəkarallah. Və bu da Allah Teala'nın Kur'an'da zikr etdiyi ər-randır. Necə ki Allah Teala buyurur: "Kəllə bəl rane alə qulubihim mə kanu yeksibun." Xeyr, əksinə onların qazandığı günahlar onların qəlbini qaplamışdır. Qəlbini qaplamışdır. İnsan üçün həqiqətən qəlbinin islahında faydalı olan işlərdən biri də günahların aqibətinə, dünyada və axirətdə olan böyük zərərlərinə baxmasıdır. Və xüsusən də qəlbə olan zərərlərinə. فَإِنَّ لِلْمَعَاصِ مِنَ الْآثَارِ الْخَطِيرَةِ. Həqiqətən günahların qəlbə təhlükəli təsiri vardır. Mə lə ya'ləmuhu illallah subhanahu və teala, hansı ki onu yalnız Allah bilir. İbn-i Qayyim rahimehullah özünün Dərd və Dəva kitabında faydalı təfsilat gətirir və qısaca olaraq günahların təhlükəli, zərərli aqibətindən elmdən məhrum olmaq. Çünki elm Allah Teala'nın insanın qəlbinə qoyduğu bir nurdur. Günah isə o nuru söndürür. Şafi rahimehullah İmam Malik'in qarşısında oturduğu zaman kitabdan oxuyur və onun zəkası İmam Malik rahimehullah'ın xoşuna gəlir. Onun fəhminin gözəl olması və onun zəkasının alovlanması xoşuna gəlir və deyir ki: "İnni arallaha qad alqa ala qalbika nura fala tutfihu bi zulmatil ma'siyah." Mən görürəm ki, Allah Teala sənin qəlbinə nur yerləşdirib. Onu günahın zülməti ilə söndürmə. Və Şafi rahimehullah deyir ki: "Şəkavtu ilə vaki'in su'a hifzi fa arşədəni ilə tərkil ma'asi." Mən Vaki müəllimi olub, hafizəmin zəifliyindən, pisliyindən şikayətləndim. Məni günahları tərk etməyə yönəltdi. Və qalə i'ləm bi ennəl ilmə fadlun və fadlullah la yutahu asi. Və dedi ki, bil ki, elm bir fəzilətdir. Allahın lütfü də, yəni asi olan insana verilməz. Və həmçinin günahların zərərlərindən biri də odur ki, günahkar insanın qəlbində özü ilə Allah arasında tapdığı bir sıxıntıdır. Yəni heç bir ləzzət bunun yerini verə bilməz. Bütün dünyanın ləzzətləri toplaşsa belə bu vəhşəti aradan qaldıra bilməz. Və bu da elə bir işdir ki, bunu yalnız qəlbində həyat olan insan hiss edir. Və mə li cürhin bi meyyitin ilamu. Yəni ölü leşin, yəni o cəmdəyin onu bıçaqla kəsilməsində ona bir ağrısı yoxdur. Yəni artıq ölübsə, ölən artıq təsirlənmir. Həmçində belə bir şeyləri qəlbində həyat olan insan hiss edir. Və günah da bu vəhşət, yalnız bu vəhşətə görə yəni tərk olunarsa günahlar,
Yəni bu vəhşətə düşməmək məqsədi ilə, bundan həzər etmək məqsədi ilə, yəni ağıllı insan onu tərk etməyə layiq olar. Və bir kişi ariflərdən birinə şikayətlənir, öz nəfsində hiss etdiyi o sıxıntıya görə, vəhşətə görə və ona deyir ki, İzə kunta qad əvhəşətkə zunub fədə'hə izə şi'tə vəstə'nisi. Əgər görsən ki, günahlar sənə sıxıntı verir, qəlbində sıxıntı, vəhşət yaradır, günahları tərk et, istəsən ünsiyyət əldə et. Yəni, ünsiyyət əldə etmək istəyirsənsə, günahları tərk elə.